Bu meditasiya daxili gərginliklə başa çıxmaq, təzyiq, stres, anksiyete, nevroz üçün çox effektivdir. Bəzən içində aydın səbəbi olmayan narahatlıq hiss edirsən. Sanki ürəyində sıxılma, sinəndə təzyiq var. Bu, bədənin təhlükə siqnalı verən sistemidir. Beynin limbik sistemi, xüsusilə də amigdala, təhlükə var deyir. Amma reallıqda isə heç bir təhlükə çox vaxt olmur. Limbik sistem, duyğuların, yaddaşın və motivasiyanın idarə olunmasında iştirak edən beyin bölgələrinin bir kompleksidir. Bu sistem emosional həyatın mərkəzi sayılır. Həm davranış, həm də instinktlərlə sıx əlaqəlidir. Amigdala isə badamcıl cismi beynin limbik sisteminə daxil olan emosiyaların işlənməsi və qoruyucu reflekslərə cavab verən əsas strukturlardan biridir. Adını forması badam olduğuna görə alır. Bu videoda həm psixoloji, həm də rahatlaşmaq üçün texnika edəcəyik. İndi gözlərini yum və sakit bir mövqedə otur və ya uzan. Burnundan 4 saniyə ərzində dərin nəfəs al, 2 saniyə saxla, 6 saniyə ərzində isə burax. Bu nəfəs texnikası beynin parasimpatik sistemini, yəni sakitlik mərkəzini aktivləşdirir. İçində bədənim sadəcə qorumağa çalışır. Mən qorxulu bir yerdə deyiləm. Mən buradayam və nəfəs alıram. Düşün. İndi təsəvvür et ki, daxilindəki stres qara duman kimidir. Bu dumanı nəfəs verərkən bədənindən kənara üfürürsən. Hər nəfəsdə içindəki narahatlıq yüngülləşir. Sən öz hisslərini onları mühakimə etmədən izləyirsən. İndi zehnində bu cümləni təkrarla. Hiss etdiklərim keçicidir. Mən bu hisslərin içində itmirəm. Sadəcə müşahidəçiyəm. Nəfəs aldıqca sakitlik içimə dolur. Bu bir nevroz, panik və ya anksiyete halı deyil. Bu, beynin müvəqqəti siqnalıdır. Və sən indi həmin siqnalı yumşaldırsan. Yenidən bir neçə dərin nəfəs al və gözlərini yavaş-yavaş aç. Sən artıq bədəninə və hisslərinə biraz daha yaxınsan. Nəzarət sənin əlindədir.